Qoy Rəbb bizim həyatımızda həqiqətən bərqərar olsun. Sözlə yox, dildə yox, qəlbdən, ürəkdən, həyatımızın hər bir sahəsində qoy Rəbbin iradəsi həyatımızda bərqərar olsun. Həqiqətən də yaş ötdükcə, elə bil ki, yaş üzərinə yaş gəldikcə insan daha da müdrikləşir və başa düşürsən ki, həqiqətən də bu dünya müvəqqətidir. Bu dünyada olan bir şeylər müvəqqətidir. Bu dünya bizə təqdim edəcək və yaxud bizə verə biləcək bir şeylər müvəqqətidir. Əbədi yalnız Rəbbdir və Rəbbin bizə verdiyi hər bir xeyir duasıdır. Görün nə gözəl bir kəlamdır. Deyir, xalq arasında xəbərçilik etmə. Qonşunun qanının tökülməsini istəmə. Rəbb mənəm. Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbih et ki, sən də günahının cəzasını çəkməyəsən. Öz xalqından heç kəsdən qisas alma. Heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb mənəm. Qoy mənim dilimdən yalnız şirin su axsın. Sənə izzət, sənə necə deyərlər, nəğmələr, ancaq və ancaq qoy mənim dilim sənin adını izzətləndirsin, sənin kəlamı ilə danışsın. Qoy mənim dil dodağım yalnız sənə şükranlar oxusun və sənin kəlamını təbliğ eləsin İsa Məsihin adı ilə. Deyir, xəbərçilik etmə və qonşunun qanının tökülməsini istəmə. Yəni ki, burada tək fiziki mənada deyilmir, burada məcazi mənada da deyilir. Yəni ki, onu rüsvay eləmək çalışma insanlar arasında. Əgər o günahsızdırsa, onun üzərinə bir böhtan ataraq onu özgələrin yanında rüsvay eləmə. Çünki bu həqiqətən də Rəbbin qarşısında böyük bir günahdır və Rəbb görürsüz deyir ki, Rəbb mənəm, mən hər şeyi görən və hər şeyi bilənəm və gün gələcək hər bir sözün və hər bir hərəkətin cavabını hər birimiz verəcəyik. Baxın, həqiqətdə hər bir addımda biz bunu həmişə yadımızda saxlamalıyıq ki, necə ki Rəbb deyir, Rəbb mənəm. Yəni ki, mən buradayam. Mən nə kör deyiləm, nə kar deyiləm. Ya da ki, mən gözümü yummamışam. Ya da ki, mən harasa yox olmamışam. Mən hər yerdə var olanam. Sən gizdindən pis hərəkət eləsən belə, sən gizdindən xəbərçilik eləsən belə və yaxud sən gizdindən bir insanın pisliyini istəsən belə, fikrindən keçirtsən belə, mən bunu bilən Rəbbəm və buna görə tövbə elə. Həqiqətən bəzən nəyəsə hirslənirsən, nəyinsə dəyişməyini çalışırsan və o insanlar dəyişmədikdə və yaxud vəziyyət dəyişmədikdə insan öz hisslərinə qapanaraq başlayır orada bilirsiniz, pis bir şeyləri iqrar eləməyə, o insanın həyatına pis bir söz deməyə, yəni ki, pis toxum səpməyə və həqiqətən də, baxın, dediyimiz hər bir sözün biz bilirik ki, səlahiyyəti vardır və gücü vardır. Çünki biz bilirik ki, biz Rəbbin surətində yarandıq və Rəbb bir kəlmə ilə dünyanı yaratdı, bir kəlmə ilə günəşi, ayı yaratdı, dənizi, dənizdə olan hər bir heyvanı yaratdı. Rəbb bir kəlmə ilə bizi yaratdı və o səlahiyyəti Rəbb bizə də verdi. Biz onun surətində yarandıqsa, deməli bizdə də o səlahiyyət var ki, sözlə biz ya yaradarıq, ya biz bir sözlə hər şeyi məhv eləyərik və bəzən həqiqətən də, baxın, mən yenə də deyirəm, tövbə eləyirəm hər birinizin qarşısında. Bəzən öz hisslərimə qapanaraq mən həqiqətən də sözlə hər şeyi məhv eləyirdim. Düzgün iqrar eləmirdim. Hansı insanın həyatından düzgün bir şeyləri demirdim. Hirsimdən pis bir şeyləri onların həyatına istəyirdim. Amma bu da iblisə qapı açır ki, o bizim həyatımıza gəlib, həm bizim həyatımızı məhv eləsin, həm də ki, biz o pis sözləri iqrar elədiyimiz insanların həyatını məhv eləsin deyənə. Baxın, biz burada ikili günah qazanırıq Rəbbin qarşısında və hər birimiz
Rəbbin qarşısına gələrək, baxın, bizə o necə ki o səlahiyyət bizə verilibsə, hər şeyi düzək, qoşaq, yaradaq, gözəlləşdirək, dəyişdirə bilək. Çünki o səlahiyyət bizə verildi Rəbb tərəfindən. Gəlin o səlahiyyətdən istifadə eləyərək Rəbbin qarşısına gələrək tövbə eləyək ki, ya Rəbbim, mən kimisə həyatına pis söz dedimsə, pis şey fikirləşdimsə, pis nəsə iqrar elədimsə, ya Rəbbim, sənin qanını çağırıram o yerə və tövbə eləyərək bağışlanmağını istəyirəm. İstəyirəm ki, ya Rəbbim, mən dediyim hər bir pis iqrarı sən tamamilə yox eləyəsən, tamamilə öz müqəddəs qanı naminə o pis iqrarları, o bəlkə paxıllıqdan, bəlkə hirsimdən dediyimin hər bir sözü tamamilə məhv eləyəsən. Qoy o yerə sənin xeyir duaların gəlsin. Qoy o yerə sənin azadlığın gəlsin. Qoy o yerə, ya Rəbbim, sənin məhəbbətin gəlsin. Qoy o insanlar azad olsunlar. Qoy o insanlar şəfa tapsınlar. Qoy o insanlar can rahatlığı tapsınlar, ya Rəbbim. Mən də onlarla bir yerdə. Çünki insan bir kəsə hirsli olduqda, nəinki o insan, sən də məhv olursan. Çünki içində o kinin ocağı yanır və o ocaq insanı yandırır. Müqəddəs ruhun ocağı bizi heç vaxt yandırmır. O bizi elə bil ki, oyadır, genişləndirir. Amma paxıllığın, pisliyin bizi məhv eləyir.